Salam, bugün sizinlə 5.3 insan orqanizmində həzm prosesi dərs mövzusunun iş dəftərində olan tapşırıqlara baxacağıq. Gəlin başlayaq. 1. Freeworldda həzm prosesində iştirak edən fermentlərin adlarını tap. Baxın, mən burada yazmışam. Pepsin, lizasin, maltaza, amilaza, xemozin, tripsin və lipaza. 2. Uyğunluğu müəyyən et. Ağız boşluğunda təsir edir. Bu, ağız suyudur. Mədədə təsir edir. Pepsin. 12 barmaq bağırsaqda təsir edir. Bağırsaq şirəsi yalnız karbohidratları parçalayır. Ağız suyu karbohidratları, zülalları və yağları parçalayır. Bu, bağırsaq şirəsi yalnız zülalları parçalayır. Bu isə olacaq pepsin. Yəni, ağız suyu 1,4, pepsin 2,6, bağırsaq şirəsi 3,5. 3. Cədvəldəki sütunları adlandır və boş xanalara uyğun qeydlər et. Sol tərəfdəki sütunu yazacağıq. Baxın, ağız, mədə, nazik bağırsaq. Yuxarıda sıralarda isə qida maddəsi, həzm məhsulu və fermentlər. Doldurduqda isə ağızda, nişasta, amilazanın təsiri ilə amilaza fermenti dekstrin və maltozalara qədər parçalanır. Mədədə amin turşuları, burada biz pepsin yaza bilərik. Amin turşu varsa demək ki, zülal parçalanıb, burada isə zülal. Sonra nazik bağırsaqda tripsin. Tripsin zülal parçalayan bir fermentdir. Zülallar parçalanacaq yenə amin turşularına qədər. Sonda isə nazik bağırsaq verib lipaza fermentini götürə bilərik. Lipaza yağlar parçalayan bir fermentdir. Yağlar lipaza təsiri altında parçalanacaq gliserin və yağ turşularına. Gliserin və yağ turşularına qədər parçalanacaq. 4. Nazik bağırsağın daxili səthini örtən struktur necə adlanır və onlar hansı funksiyanı yerinə yetirir? Nazik bağırsağın daxilini örtən struktur xov adlanacaq. Xovlar nazik bağırsağın sorulma səthini artırır. Həmçinin xovların üzərində mikroxovcuqlar vardır ki, onların üzərində də fermentlər olur ki, bunlar da qida maddələrini parçalayır. Yəni membran həzmi baş verir. Buradan da alınan maddələr amin turşularda glikozadır. Bunlar qana, yağlar isə limfaya sorulacaq. Onu da qeyd edim ki, xovlar bir qatlı epiteldən təşkil olunmuşdur. 5. Amilaza fermentin fəallığının temperaturdan asılı qrafiki nəzərə al. Qrafiki əsaslanır hansı iki faydəni seçmək olar? Qrafika ilkin baxdıqda mən görürəm ki, fəallıq temperaturdan asılıdır. Çünki temperatur artdıqca fəallıq artmışdır. Daha sonra pik nöqtəyə, yəni optimal şəraitə çatdıqdan sonra temperatur artırmağa davam etdiyi halda get-gedə fermentin fəallığı azalmışdır. Bununla da deyə bilərəm ki, fermentin fəallığı temperaturdan asılıdır. Fermentin maksimal fəallığı 37 dərəcədə müşahidə edilir. Baxın, bura baxsam 37 dərəcədə maksimal fəallıq olduğunu görə bilərəm. Sonra deyir, qrafikdə düz mütənasib asılılıq əks olunmuşdur. Xeyr, burada düz xət görmürəm, mən bir əyri görürəm, buna görə bu yanlışdır. Mühitin temperaturundan asılı olaraq amilaza fermentin fəallığının 2 maksimumu var. Xeyr, baxın, burada bircə maksimum var. Ona görə bu da yanlışdır. B. Niyə məhz bu temperaturda fermentin maksimal fəallığı müşahidə olunur? Ümumiyyətlə, yadımızda saxlayaq ki, hər bir fermentin maksimal bir fəallığı optimal temperaturdan asılıdır. Səbəb də nədir? Həmin temperaturda fermentin fəal mərkəzi substratla birləşə biləcəyi ən yaxşı fəza quruluşunda olur. Əgər temperatur optimal temperaturdan az və ya çox olarsa, reaksiyanın sürətində də buna görə təsir edir. Çünki fermentin fəallığı azalır. Hətta temperaturu dayanmadan artırsanız, get-gedə görərsiniz ki, reaksiyanın sürəti düşəcək. Çünki həmin o ferment sular tərkiblidir, denaturasiya uğrayacaq. Yəni ki, öz forması pozulacaq. Burada da görürsünüz ki, get-gedə azalır reaksiyanın sürəti, dayanmadan davam etdirirsə, ümumiyyətlə reaksiya dayanacaq. Çünki ferment pozulur, məhv olur. C. Fermentin fəallığına daha hansı şərtlər təsir edə bilər? Bundan başqa biz pH-ın adını çəkə bilərik, hansı ki, kitabın 1-ci hissəsində fermentlər bölməsində balıqda danışılmışdı. pH təsir edə bilər, substratın qatılığı deyə bilərik, təsir edər. Substratın qatılığı artdıqca reaksiyada müəyyən həddə qədər artacaq, sonra artıq doyma baş verdiyi üçün artmayacaq. Burada bir də aktivitorlar, inhibitorların adını çəkə bilərik. Hansı ki, aktivitorlar reaksiyanı sürətləndirir, inhibitorlar isə reaksiyanın sürətini zəiflədir və ya ümumiyyətlə dayandırır. Bunlar da təsir edə bilər.
Altıncı, şəkilə diqqətlə bax və suallara cavab ver. Bu proses necə adlanır? Bu proses peristilka adlanacaq. Yəni baxın, qida kütləsi hərəkət edir. Bunun arxasından əzələlər sıxılır, bunu önə doğru itələyir. Proses harda baş verir? Qida borusunda baş verər, nazik və yoğun bağırsaqda baş verə bilər bu proses. Bu prosesin əhəmiyyəti nədən ibarətdir? Prosesin əsas əhəmiyyəti qidanın həzm sistemində hərəkətini təmin edəcək. Baxın, həm hərəkətini təmin edir, həm də bu hərəkət edən zaman həzmini təmin edəcək. Və üstəgəl də deyəcəksiniz ki, həzm olunmayan qida parçacıqlarının atılmasında yenə bu hərəkətin önəmi vardır. 7-də. Şəkildə nə təsvir olunub? Şəkilə baxdıqda mən insanın həzm sisteminin orqanları təsvir edilmişdir və 1 və 11 rəqəmlərlə hansı orqanlar işarələnibdir? 1 ağız, 2-dən bizim ağız suyu vəzlərimizdir. Baxın, bu qulaqyanı, dilaltı və çənaltı, 3 ilə qida borusu, 4 mədə, 5 qaraciyər, 6 öd kisəsi, 7 mədə-altı vəz, 8 nazik bağırsaq, 9 yoğun bağırsaq, 10 düz bağırsaq, 11 isə anal dəlik kimi götürə bilərik. Qeyd olunan orqanlarda hansı proseslər baş verəcək? Birinci ağızı desək, ağızda demək ağız suyu vəzləri vardır ki, baxın, 1 ağız, 2 ağız suyu bunları birləşdirib demək olar. Ağızda ağız suyu vəzləri vardır ki, bunun da tərkibi 98%-ə qədər sudan, qeyri isə fermentlərdən təşkil olmuşdur. Bu fermentlərdən lizasim, amilaz və maltazan adını çəkə bilərik. Lizasim hansı ki ağız boşluğunda mikrobları zərərsizləşdirir. Daha sonra burada maltazadan amilaza isə şəkərlərin parçalanmasında iştirak edir. Sonra deyəcək burada 3 ilə 3 qida borusudur. Qida borusunun funksiyası qidanı mədəyə doğru istiqamətləndirməkdən ibarətdir. Peristikal hərəkət edir. Yəni qidanın arxasında olan əzələrin yığılması ilə onu itələyir mədəyə doğru. Yəni bunu necə izah edir? Siz istəyirsiniz baş üstə yemək yeyin, yenə o qida mədəyə gəlib çatacaq bu proses hesabına. 5-ci qaraciyərdir. Qaraciyərin əsas funksiyası öd hazırlamaqdır. Öd də yağların mexaniki həzmində iştirak edir. Yəni yağları kiçik parçacıqlara parçalayır. Ödün özü isə açılır 12 barmaq bağırsaq. Baxın, burada nazik bağırsağın 12 barmaq bağırsaq şöbəsinə. 6 öd kisəsidir. Öd kisəsinə həmin qaraciyərin hazırladığı öd yığılır. Daim öd hazırlanır qaraciyərdə və o yığılır öd kisəsinə. Yağlı qidalardan qidalanan zaman həmin öd kisəsi boşaldır öz tərkib hissəsini 12 barmaq bağırsaq. Baxın, o da bura açılır. Mədə-altı vəz kimi o da gəlir, bura açılır. 6 da nə göstərdim? 6 öd kisəsində idi, 7 mədə-altı vəz. Mədə-altı vəzin də tərkibində tripsin, lipaza, amilaza fermentlər vardır. Mədə-altı vəz yenə maddələrin həzmində iştirak edən fermentlər hazırlar. O özü də 12 barmaq bağırsağı açılır. Nazik bağırsağın 12 barmaq bağırsaq şöbəsinə. 8 nazik bağırsaqdır. Nazik bağırsaqda maddələrin həzmi gedir, həmçinin sorulması baş verir. Bayaq dedik, amin turşular glikoza qana soyulacaq, yağlarsa limfaya soyulacaq nazik bağırsaqdan. 9-da yoğun bağırsaqdır. Yoğun bağırsaqda suyun sorulması baş verir. Həmçinin də nəcis kütləsi hərəkət etdirilir irəliyə doğru ki, defeksiya aktı vasitəsi orqanizmdən atılsın. Onda düz bağırsaq göstərir. Düz bağırsaq şöbəsində artıq nəcis kütləsi tam formalaşmışdır və gündə 2-3 dəfə təkanlar vasitəsilə, baxın, 11-ci hissədən anal dəlik vasitəsilə defeksiya aktı ilə nəcis atılır bədəndən. Deyil. Qırmızı, yaşıl və qəhvəyi oxlara nə işarə olunmuşdur? Qırmızı oxlara qan damarını göstərmək olar ki, sorulmuş qida maddələri qan damarına ilkin olaraq qaraciyərə gəlir. Daha sonra nə deyir? Yaşıl oxla göstərilir ki, həmin bu öd kisəsinin tərkibində olan öd gəlir açılır nazik bağırsağın 12 barmaq bağırsaq şöbəsinə. Qəhvəyi oxla isə göstərilir mədə-altı vəzin içərisində olan fermentlər gəlir açılır yenə nazik bağırsağın 12 barmaq bağırsaq şöbəsinə. Bu qədər. Sağ olun.